Salam əziz izləyicilər. Bu gün sizlərlə birlikdə RFM müsabiqələrindən kimya testini işləyəcəyik. Bu testdə əgər sizə qalan bir yer varsa, şərhlər bölməsində yazmağı yaddan çıxarmayın. Sizin şərhləriniz bizim üçün önəmlidir. Vaxt itirmədən birinci testimizə başlayaq. Şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? İlk önce bunların elektronunu, protonunu, neytronunu yazaq. Birincisində 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6. 6 elektron var. Deyəsən yaşıllar deyəsən şeydir, neydi? Protondur. 1, 2, 3, 4, 5, 6. 6 proton. Bunda da 6 neytron. Burada baxırıq. 1, 2, 3, 4, 5, 6. 6 elektron. 1, 2, 3, 4, 5, 6. 6 neytron. 1, 2, 3, 4, 5, 6, 7, 8 proton var. Birincisi asanlarla başlayaq. Kimya sonra simvollar sonra gedək. Burada deyəsən el yazılıb. İkinci hissəciyin nüvə yükü daha böyükdür. Baxaq nüvə yükü. Nüvə yükü protonların sayıdır. Təbii ki də bu doğrudur. Doğrudur. Birinci hissəcik atom, ikinci isə iyondur. Bu da doğrudur. Cavabımız 2, 3, B variantı. Hansı maddə elektrik və istiliyi yaxşı keçirir? Elektrik və istiliyi yaxşı keçirilirsə bu metaldır. N2 metal deyil. A variantı getdi. Oksigen, ozon metal deyil. Qeyri-metaldır getdi. Xlor metal deyil. Qeyri-metaldır. C variantı doğrudur. Mistir. Deuterium izotopunda əmələ gəlmiş. Deuterium izotopunda əmələ gəlmiş H plus iyonunda hansı hissəcik yoxdur? Deuteriumda H1, 1, 0, 1 elektronu var. Burada müsbət olursa, əgər demək ki, bunun elektronu yoxdur. Elektron yoxdursa, hissəcik olmayan da elektron olmayan B variantı. Fosfor elementinin kimyəvi simvolunu müəyyən edin. Biz buradan F'yi keçməmişik, bilmirik. Bunu da keçməmişik. Bunu keçməmişik. Bizə aydın olan P, yəni fosforun formulu. Havanın tərkibində olmayan elementi müəyyən edin. Havanın tərkibində azot var. 78% azot var. Helyum var. Oksigen var. Oksigen 21 dərəcədir. Helyum isə 1%-liyin içərisindədir. Kalsiyum isə yoxdur. Verilən maddələrin neçə müxtəlif element atomlardan ibarət olduğunu müəyyən edin. Neçə müxtəlif element atomlarının ibarət olduğunu müəyyən edin. 1, 2, 3, C variantı. Burada hansılar yəni müxtəlif element atomlarından ibarətdir. Əslində burada böl-böl. C variantı doğrudur. X, Y və Z iyonlarının yüklərini müqayisə edin. Yüklərini müqayisə etdikdə burada X-də X mənfi 2-dir. Y mənfi 1. Z müsbət 2. Z böyükdür, Y böyükdür, X. Z böyükdür, Y böyükdür, X. A variantı. Yüksüz hissəcikləri müəyyən edin. Yüksüz hissəciklər təbii ki də bunu silim. Neytrondur. İkinci. Çünki yüksüzdür, yükü yoxdur. İyonun yükü olmalıdır, müsbət və ya mənfi. Əgər bura atomda varsa, atom 1, 2. Atomu görməmişdim, bağışlayın. 1, 2. B variantı. İyonun mənfi ya müsbət yükü olmalıdır.
Protonun birleşi müsbət 2 var. Elektron verilməsə də elektronda mənfi yüklüdür. 61x və 63x izotop atomlardır. Protonları eynidir. 61x atomunda neytron protondan 2 vahid çoxdur. 63x atomunun neytron sayını müəyyən edin. Biz ilk öncə burada x yazmalıyıq. Proton x'dir. Neytron isə x plus 2'dir. Boy kütlə dediysə 61'dir. 61'dir bəli. X plus 2 beraberdir 61. Atomunda neytron protondan 2 vahid çoxdur. 2 vahid çoxdur. 63x atomunun neytron sayını müəyyən edin. Biz ilk öncəliklə bunu tapaq. Digər yana falan da 59. Mənfi də yazsaq alınmır əslində. İzotop atomları, yəni protonları bunların eyni. Digər tərəfdən yazım. Digər tərəfdən yazım bunu. Kiçik yazaq. Biz izotop atomlara baxsaq 61'e baxmağa ehtiyac yoxdur. Sadəcə onun x plus protonun x olduğunu bilirik. Bu neytron isə protondan 2 vahid çoxdursa x plus 2 olacaq da bu. Və 61 olacaq. Lakin cavabımız alınmır niyəsə. Biz bu yenə alınmır. 9-cu suala yenidən baxarıq. 9-cu suala yenidən baxa bilərik. Səhvlik ola bilər. 9-cu sual ötürək. Videonun sonunda baxarıq. Verilmiş elementin adına uyğun işarəsi düzgün verilməmişdir. Civəninki doğru verilib. Kalsiumunki Ca'dır. K kaliumun 2'dir. C variantı səhv verilmişdir. Zinət əşyaların istifadə olunan bilgən hansı element atomları təşkil olunub? Təbii ki də karbondan. Qızıl ola bilməz. Bizim COS-P. Bizdə belə bir qayda vardır. Karbonunki almaz, sonra birinci falan, oksijeninki ozonla oksijen, kükürdünki krastarlik və plastik kükürt, silisyumunda var. Silisyumu tam dəqiq hələ 7-ci sinifdə keçilmir. Protonunki də fosforunki isə ağ, qara, qırmızı fosfordur. Ona görə C variantı burada bir dənə o arayır. Verilənlərdən hansı müsbət yüklüdür? Təbii ki də kation olmalıdır. Anion ola bilməz. Anion mənfidir. Nüvə müsbətdir. Nüvə ola bilər. Elektron ola bilmir. Mənfidir. Cavabımız 2, 3. B variantı. İyonun da ümumi elektronun sayını hesablayın. 1 plus 1 plus 1. 3 tane oksijen. Hidrojeni yazım ilk öncə. 3 uygusun 1. Sonra oksijen mənfidir deyə. Bunu bir dənə elektron, 8 tane elektron var. Bir də müsbətdir deyəsən, mənfidir bu. Mənfidirsə bir dənə də üstünə gəlirik. Cevabımız alınır mı? Müsbət olacaq deyəsən bu. Səhv düşürsə bu xatası olub. Bir yerdən digər yerə verəndə izləyicilər hesab xatası ola bilir. Bu müsbətdir. Biz yenidən yazaq onu. Doğruluğunu yoxlayaq, müsbət olmalı təbii ki də.
Bu tərəf çap xətası olub, səhv düşüb PDF-ə keçərkən 3 vurulsun 1 plus 3 elektron, yəni 1 elektron vurulsun plus 1 vurulsun 8 elektron. Sonra orada müsbət var. Müsbət birini silir. Elektronun müsbət mənfi olacaq. Mənfi düzəldik. 8 elektron çıxılsın 1 elektron. Cavabımız 10. C variantı. 13 alüminium müsbət 3 ionunda proton, elektron və neutron sayını müəyyən edin. Kütləsi bunu 27 yazaq. Alüminium yazaq. Alüminium müsbət 3 verib 13 demək ki, buradan bilirik ki, düzəldim, bunu düzgün yazaq. Pis yazılmasın. Biz buradan yazaq alüminium müsbət 3, burada 13. Burada kütlədə də 27'dir. Burada tapa bilirik ki, neytronu 14'dür. Neytron 14. Buradan da neydi? Elektronu bunu düzəldim ha. Elektronu protonundan 3 vahid azdırsa, bura elektronlu 10 olacaq. Elektron 10, proton 13, neytron isə 14. 13, 14, 10. A variantı. Biz bunları deyəsən yerləşdirəcəyik. Bəli, yerləşdirməliyik. Burada proton, elektron, proton, elektron. Birincidə X deyəsən bura aiddir. Bura aid, bəli. Demək ki, bu atomdur. Atom olanlar hansıdır? Burada 0 verilib, bu atomdur. Və 4'dür atom olan. X-ə 4 uyğun gəlir. Y, Z. Y isə mənfi 1'dir. Mənfi 1. Bura 5 və 3. Burada deyəsən yenə çap səhvi düşüb. Burada izləyicilər. Burada müsbət olacaq. Müsbət olmalıdır ora. Bəzən çap səhvləri düşə bilir digər tərəfə keçəndə. Burada 1, 3 olacaq cavab Y-ə. Z-də isə müsbət 1 olmalıdır. Müsbət 1 olanları seçəcəyik. Təbii ki də 5, 4, 3, 5 cavabımız. 4, 3, 5. B variantı. Təbii ki, bəzən burada çap səhvləri düşə bilər. PDF-ə çevirərkən düşür. İzotop atomlarda qrafika uyğun gələn doğru variantı seçin. Proton, Y neytrondur. X elektron, izotop atomları. Burada X protondur. Y de neytron. Çünkü burada görürük ki, burada məsəl üçün bu başqa bir izotop atomudur. Bunu düzəldim. Bu başqa bir izotop atomudur. Bu A'dır. Bu B'dir. Bunların protonları olduğu kimi qalar. Yəni X oxu protondur. Lakin Y-dir. Yəni neytron uzana gedir yuxarı doğru qalxır. Burada bir, sonra burada bir də kütlədə də onun kimidir. Eyni olmamalıdır. Kütlədə də eyni olmamalıdır. Kütlədə də əgər eyni olarsa, o eyni atomdur. Eyni atomdur yəni. 1 və 4. Proton olduğu kimi qalır. Lakin
şey artır diye, neytron artır diye. Neytron izotop atomlarında eyni olmur. İzotop atomlarında izotopun sonuncu p'sından proton götürülmüştür. Protonları eyni olan, qalan digərləri isə fərqli olandır. Bir de böyle 4 düzgün variantdır. X müsbət 5 və X mənfi iyonlarında cəmi 30 elektron var. Birinci yazaq. X çıxılsın 5 plus X çıxılsın plus 1 bərabərdir 30. X atomunun neytron sayı proton sayından bir vahid çoxdur. Bunları tapacağıq indi. Bura 4'dür. Bunları toplayanda mənfi 4 eləyir. Mənfi 4 o yana keçirəndə 34 eləyir. 2x bərabərdir 34. X bərabərdir 17. Bu bizim proton sayımızdır. Proton sayı. Neytron sayı bundan bir vahid böyükdür. Y bundan bir vahid böyüksə 18, 17 plus 18, 35 D variantı. Bunları silək və digər cevabımıza keçək. Temperaturu 110 dereceden mənfi 20 derece endirsə hansı madde yalnız donma prosesi baş verər? Donma prosesi baş verər. Tabii ki de bu donma prosesi baş vermir burada. Bu sudur. Su onu bilirik. Su 0 derecede eriyir deyir. Ha 0 derecede eriyir su diyen o seçməyəsik. 110 derecədir, qaynayır. Bir 30 derece 50 dereceye kadar olduqda qaynaması bitir, əriməyə başlayır. Ərimədən sonra da mənfi 20 derece getdikdən sonra sabit qalmağa başlayır, donmağa başlayır. Yəni burada qaynama da baş verir, ərimə də baş verir. Qlikdə 110 derece, bu da uyğun gəlmir. Da X'de uygun gəlir. Yani burada 110 dereceden mənfi 20 dereceye kadar endirsək, yalnız donma prosesi baş verir. Burada da yalnız donma prosesi baş verir X'de. Verilen quruluşu modelinə əsasən doğru olan fikirləri müəyyən edin. Lazım. Deyəsən bunlar yenə 1, 2, 3, 4, 5, 6 proton. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Deyəsən 7 protondur burada. 6 neutrondur. Tabi görsənmir ona görə. 7 elektron. Nüvə yükü 14 deyil. Nüvə yükü proton saydı bizim bildiğimiz kimi. 2 olanlar getdi. Kütlədir 13'dür. Bir də sayaq bunu 1, 2, 3, 4, 5, 6, 7. Ha 7'dir. Bu kütlədə 14 ola bilər. Lakin nüvə yükü 14 ola bilməz. Atomdur. Bizim protonumuz 1, 2, 3, 4, 5, 6, 7, 7'dir diye 7 elektronumuz var, 7 protonumuz var. Bunları topladıkta neytral atom alınır. Neytral atom yazaq. Atom yani. Burada cevabımız 1 ve 3'tür. Ağ fosforun molekulunda neçə atom vardır? P4'tür. Ağ fosforun formulu 4 atom var. NH4 iyonunda proton ve neytron elektron sayını müəyyən edin. Proton, neytron ve elektron sayını. NH4'də N'də 7'dir. Proton sayacaq. Ha? 7. 7 sonra 7 yazaq bura. Proton sayı birinci yazırıq 7 plus 4 plus 1 cevabımız
10 7 plus 4 11 plus 1. Səhv yazdıq yoxsa hə. Biz bu elektrona yazmalıyıq. Elektrondan 1 çıxacaq. Protonumuz 11 olacaq. Protonumuz 11. Bunu silək. Protonumuz 11. Elektronumuz burada elektron 1'dir. Burada elektron 4 plus 7 sonra çıxılsın 1. Cevabımız 4'ten 7 çıxacaq. 4 plus 7 çıxılsın 1. 10. Biz burada elektrona çıxmalıyıq. Protonun üzərində gəldim, səhv alınacaqdı. Yoxsa gəlsəydim səhv alınacaqdı. 4. Burada proton yoxdur. Sadəcə neytronu azotun içinə baxırıq neytronuna. Onun da 7'dir. Proton 11, elektronu 10, neytronu 7. Verilmiş element atomunda proton, neytron ve elektronların sayını müəyyən edin. 1, 2, 3 elektron. 1, 2, 3, 4 proton olabilir ya da neytron. Tam bilinmir burada hansıdır. Atom deyirsə proton bərabərdir elektron olmalıdır, onu bilirəm. O zaman atomda deyirsə elektron bərabərdir proton. 3 proton olacaq. Burada da yaşıl olanlar 4 dənə neytrondur. 3p 3e elektron 3p proton 3 neytron 4. X N iyonu 2 elektron verərək X M iyonuna çevrilir. Yəni M iyonu N iyonundan daha çoxdur. Çünki artıq özündən elektronu verir. Bu müsbətləşməyə doğru gedir. Əgər elektron alsa, bura elektron verərək olmasa, alarak olsaydı, o zaman bu n böyüktür m olardı. N böyüktür m olardı. Lakin verdiğine göre buradan verdiğine göre n böyüktür n olur. Burada da cevabımız A variantı. Digərlərinə baxmağa gərək yoxdur. Katyonun yükü verilən münasibətlərdən hansına əsasən formalaşır? Katyonun yükü müsbət olur. Müsbət olan protondur. Mənfi olan elektrondur. Demək ki, proton elektrondan daha çox olmalıdır. Əgər bərabər olarsa proton elektrona bu atom olur. Buraya yazım. Elektron protondan böyük olarsa anion olur. Bu katyon olur. Proton böyükdür elektrondan. İsə neytron böyükdür. Elektron heç bir şey olmur burada. Burada cevabımız C variantı. Atom imiş, iyona çevrilib. Burada nə qədər proton var? 1, 2, 3, 4, 5, 6, 7. Əgər elektron varsa 7 proton olmalıdır. 1, 2, 3, 4 burada elektron var. Burada 7 proton qalır. Proton elektron verə bilərik. Lakin proton ala bilmərik. Proton yalnız biz yalnız proton elektronu alarak veya verərik. Çevrilmə haqqında verilən fikirlərdən hansılar doğrudur? Proton sayı dediyim kimi biz yalnız elektronu alıp verə bilərik. Proton sayı dəyişməyəcək. Bu yanlışlı. İyonun yükü müsbət 3'dür. Bəli, 3 elektron veribsə burada müsbət 3 olur. Əgər 3 elektron alsaydı burada mənfi 3 olardı. Nüvənin yükü 7'dir. Doğrudur. Burada cevabımız 2 ve 4.
2 və 3 bağışlayın. Bir videomuzun daha sonuna gəldik əziz dostlar. Əgər videonu bəyəndinizsə, izahlar sizə qəşəng gəlirsə, kanalımıza abunə olub like atmağı yaddan çıxarmayın. Gələcək videolarımızda görüşmək üzrə. Sağ olun.